Salam, hər vaxtınız xeyir əziz və dəyərli izləyicilərim. Kanalıma, evimə və yeni vloquma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Bu dəfə yenə vloqumu belə kargo açılımı ilə başlamaq istədim. Çox maraqlı əşyalar sifariş vermişdim. Bəzilərini shortsda paylaşmışam. Yəqin ki izləmisiniz. Baxmayanlar üçün dedim bir də paylaşım və məhsul nömrələrini də burada qoyacağım. Kim istəsə, hansı məhsulunu bəyənsə, almaq istəsə, sadəcə olaraq bu kodları Temuda axtarış yerinə yazırsınız və həmən məhsullar tapılır, yəni çıxır üzə. Və burada düzdür, bəzilərini shortsda paylaşmışam, bəzilərini də paylaşmamışam. Ona görə belə toplu şəkildə istədim bir də paylaşım. İndi isə baxaq görək kargomuzda nələr var. Deməli, ilk məhsul belə beşli tərlik almışdım. Evdə özüm giyindik, özümüz üçün tərliklərimiz var. Belə bir beşli dəst yenə sifariş etdim ki, qonaqlar üçün gələndə, yəni təzə tərliklər də olsun evdə. Bir də görürsünüz, qonaq çox olur, hansısa məclisdə falan tərlik istəyəndə çatmır da. Ona görə də dedim, alım əlavə atım evə ki, belə zapaslı olsun. Belə 5 fərqli rəngdə var. Bundan bir dənəsini almışdım bir dəfə. Qiyməti də münasibdir. Yəni istəyən gelib yenə dediyim kimi kodla baxa bilər. Eyni bu çəhrayı rəngindən bir dəfə almışdım. Bu çəhrayı rəngdə məndə olduğuna görə bu təzəni verdim gəlinimizə, hədiyyə etdim. Digər 4 dənəni isə saxladım, elə paketlərində qoydum ayaqqabı şkafına ki, qonaqlar gələndə təzə tərliklər olsun qonaqlara verməyə. Və növbəti məhsul isə özümə evdə giyinmək üçün qara belə vilur materialdan şalvar almışam. Yəni sport şalvardır. Çox bəyəndim bunu. Həqiqətən də heç yəni belə keyfiyyətli olmağını gözləməzdim. Düzdür, qiyməti də nə ucuz, nə baha deyərdim, normaldır. Materialı vilurdur, çox yüngül, rahat bir şalvardır. O qədər bəyəndim ki, belə düşünürəm ki, birini də alım. Çünki məndə belə bir xəsiyyət var. Bu istəyir geyim olsun, istəyir hansısa bir əşya olsun, yəni istifadə edəcəyim. Əgər çox bəyəndimsə, onu təkrar alıram ki, stokda da olsun. Biri xarab olanda bilim ki, zapasda biri də var. Daha sonra oğlum üçün belə bir hoodie aldım, kapşonlu, pol verdim, hoodie dedim, neysə belə bir isti geyim aldım onun üçün. Artıq dedim soyuqlar gəlir, yavaş-yavaş keçmişəm, başlamışam isti geyimlər də almağa. Qalınlığı da belə nə çox qalın, nə də çox nazikdir. Oğlum da geyindi, bəyəndi. Daha sonra bir də belə bir buna nə deyirlər? Bir sözlə free qoymaq üçündür də, süfrəyə servis etmək üçün belə free qabı aldım. Bunu bir dənə böyüyün belə aldım, bir də kiçiyini aldım. Bunu balacanı Fuad üçün almışam. O xoşlayır belə nəysə bəzəyib qoyanda onun qabağını iştahlayır. Ona görə bir dənə belə balaca free qab aldım, bir dənə də böyük. Böyüyü isə qonaq süfrəsi üçün aldım. Bəzən olur ki, qonaq süfrəsinə mən kartuşka fri də qızardıb qoyuram. Ona görə dedim belə gözəl sunum etmək üçün o qabda qoyaram. Daha sonra bir də belə bir mətbəx pinseti aldım. Pinsetlərim çoxdur əslində, amma bu nəsə rahat görünüşündən elə orada Temuda görəndə nəsə rahat gəldi mənə. Bir dənə də belə ağzı balaca, nazik olan pinset götürdüm. Piraşki falan məsəl üçün fırlatmaq üçün və yaxud aladzi falan, yəni yüngül belə qızartmaları fırlatmaq üçün, yəni rahat bir şeydir düşünürəm. Bunu da deyəsən görmüsünüz şosda. Baxmısınızsa əgər, görmüsünüz 100%. Şüşə çaynik almışam. Dəm çayniki. Çoxdan da nəysə elə ürəyimdən keçirdi ki, bir şüşə çayniki alım. Aldım nəhayət ki. Qiyməti də endirmə düşmüşdü. Endirimlə aldım. Bir şeyi bəyənmədim ki, o içində görürsünüz də bu setka deyirlər də, hansı ki quru çay ora tökülür. Onun bir tek
aşağı hissəsindən 3 yerdən dəlik var. Çayı da dökəndə heç rahat olmur. Gözləyirsən o süzülsün, içinə dökülən su süzülsün, daha sonra əlavə eləsən. Bir sözlə çayınki dolduruncaya qədər, dən çayınkini dolduruncaya qədər bir xeyli zaman aparır. Və bir də belə bir şüşə çaynik almışam. Bunu isə baldızım üçün hədiyyə aldım. Eyni bundan bu yəni gümüşü rəngdədir. Bunun qızılı rəngdə olanı elə baldızım mənə hədiyyə etmişdi. Və edəndə demişdi ki, özümə də alacağım. Çox bəyəndirəm bu çaynikləri. Mən də elə sözü ağzından tutdum. O alıncaya qədər dedim, mən də onun üçün alım. Və yəni o mənə bir sözlə mən də onun üçün aldım. Artıq hədiyyəni təqdim eləmişəm. O da bəyəndi. Çox sağ ol dedi. Sağlıqla işlətsin. Daha sonra bunu da görmüsünüz shortsda. Zibil qabıdır. Bunu da çox bəyəndim. Yəni bunu paylaşanda orada bir izləyicim var, həm də belə yaxın tanış qızdır. Yazmışdı ki, çox gözəldir, estetik görünüşü var, amma nəsə kullanışlı gəlmədi mənə. Yəni demək istəyir ki, istifadəsi nəsə rahat gəlmədi mənə, amma onu da birazdan başa salacağam. Əksinə mənə daha kullanışlı gəldi. Və belə bir üstündə dekoru da var idi. Arxasında yapışqanı var. Üstünə istəyirsən yapışdır, istəyirsən yapışdırma. Və belə çox bəyəndim əslində. Və bir dənə yenə də çaynik almışam. Qəfədən daha doğrusu. Yenə də deyirəm, niyə görə məni çoxdan izləyənlər bilir. Artıq neçənci çaynikdir ki alıram. Hər biri bir problem yaranır məndə niyəsə çayniklərdə. Bu da artıq neçəncidir bilmirəm. Əslində çox bəyənərək aldım. Amma bunun da problemli çıxdı. Səbəbini isə birazdan deyəcəm. Bunu da endirimlə aldım. Əslində qiyməti 40 neçə manat idi. Təmuda endirimə düşdü. 20 neçə manatasa aldım. Yəni, bir izləyici bacım yazmışdı ki, Kitayın çaynikləri, qəfədanları keyfiyyətli olmur. Ondansa Türkiyənin çaynikini alın. Tam razıyam sizlə. Belə getsə elə bir dəfə də Trendyoldan sifariş verəcəm. Düzdür, orada biraz baha başa gəlir. Ona görə də buradan sifariş edirəm. Niyə görə buradan sifariş edirəm? Etməzdim. Elə baha da olsa düşünürəm Trendyoldan almaq daha məsləhətlidir. Sadəcə olaraq mən Temuda bilirsiniz, əlavə qazanclarım olur. Həmən Temudan olan qazancımı karta köçürdə bilmirəm. Yəni çıxarda bilmədiyim üçün nəsə sifariş etməliyəm ki, o pullar orada batmasın. Və ona görə də evim üçün lazım olan əşyaları həmən pulla alıram. Yəni istədim aydınlıq gətirim ki, nə səbəbdən oradan Temudan alıram. Belə qızlar, aldıqlarım bu qədər idi. Daha sonra keçdim axşam yeməyimizi hazırlamağa. Verməşil qovurdum, yəni dəmlədim. Qreçka dəmlədim qarnir olaraq. Yanında isə kotlet qızartdım malatindən. Bu da bizim axşam olan yeməyimiz bu şəkildə. Daha sonra keçdim, biraz dedim turşu qoyum. Artıq soyuqlar düşüb, həm də ki nəsə bir video çıxmışdı qarşıma. Orada qarışıq belə bir xanım qarışıq turşu hazırlayırdı. Nəsə iştah açıcı görünürdü. Dedim mən də hazırlayım. Bizdə turşu demək olar ki getmir, yeyilmir. Bir tək mən yeyirəm, bir də ki ortancıl oğlum. Nə yoldaşım, nə böyük oğlum, nə də kiçik oğlum turşu sevmirlər. Ümumiyyətlə nəinki yeməyin yanında heç nə yemirlərdi, heç pomidor qıyardı. Amma belə hərdən də, yəni heç yemirlər yox, yəni hərdən iştahlarına düşəndə yerlər. Ona görə də dedim biraz hazırlayım, çox az hazırladım. Ümumiyyətcə belə turşu hazırlayanda çalışıram ki az hazırlayım. Bitdikcə onsuz da gec az yeyilir bizdə, yəni gec qurtarır. Yeyildikcə satılır da alıb tez-tez bağlayıram. Yəni görürəm artıq bitmək üzrədir. Ona qədər tez bağlayıram ki, bu bitincəyə qədər digəri tutmuş olsun, yəni gəlmiş olsun turşu. Və belə hazırlama prosesini çəkmədim. Dedim hazır vəziyyətini çəkim necə olduğunu. Qızlar deməli bunun içində gördünüz də hər şey var demək olar.
bütün tərəvəzlərdən doğramışam. Əlavə olaraq burada görmədiyiniz sarımsaqdır, dəfnə yarpağıdır, cəfəridir. Ondan da doğrayıb xeyli yığdım içinə. Və belə əlavə olaraq biraz da pomidordan, xiyardan diri şəkildə də saxladım ki, bir bankada belə bütöv belə də, yəni iri doğranmış bir bankada elə qoyum, amma digərlərini çox xırda-xırda doğradım. Və duzunu vurub indi qoydum ki, biraz duz ölsün. Daha sonra, yəni duzda qalsın. Daha sonra dolduracağım balona. Daha sonra üzərinə üzüm sirkəsi ilə suyu qarışdırıb tuzunu əlavə edib ağzını bağlayıb qoyacağım. Bayıra tutsun özünü və turşu suyunu buraxıncaya qədər dedim çayniklərimi də yuyum. Həmişə nəsə təzə alanda mütləq şəkildə şampunlayıb yuyuram. Daha sonra istifadə edirəm. Və ümumiyyətcə belə ilk dəfə qafədanları hər dəfə alanda ilk suyunu qaynadıb mütləq şəkildə atıram qırağa. Artıq ikinci dəfə qaynatdığım sudan istifadə edirik. Öyle dedim, elə yoxlayım görüm necədir, səsi falan necə çıxır. Və bayaq dedim ki, biraz səbəbini deyəcəm, niyə görə bunu da tam bəyənmədim. Ona görə bəyənmədim ki, qızlar, bu çaynikin də səsi çox zəif çıxır. Qaynadandan sonra görərsiniz. Bundan öncə bilirsiniz çaynik almışdım sarı, çox bəyənərək almışdım onu, çox da bəyənirdim. Ta ki bir müddət işlədəndən sonra gördünüz də, birazdan yenə göstərəcəm. Kraskası tökülən kraskadır, yəni gedir zamanla, ona görə heyf oldu o çaynik, amma çox bəyənirdim onu. Səsi də çox güclü idi. Hətta yəni o qədər güclüdür ki, təsəvvürün qaça-qaça gəlib onun altını söndürür ki, bütün evi basır da, səsi dəyişət gür çıxır. Bunun amma çox zəif, gərək yaxınlıqda olasan ki, eşidəsən səsini, ona görə bəyənmədim bu çayniki. Hətta baxıram ki, deyirəm görəsən onun o baş hissəsini dəyişib buna qoymaq olsaydı yaxşı olardı. Onda da görünüşü pis görünəcək. Yəni o səs çıxardan hissəsini deyirəm. Amma belə çaynikin özünü niyə görə bəyənərək almışdım bunu? Kaş ki səsi gür çıxaydı bunun da. Bunun kraskası tökülməyən kraskadır. Yəni bu rus çayniklərində necə olur bişmə kraskada. Yəni rahatlıqla yuyub sürtmək rahatdır da. Hətta mənim bir çaynikim vardı, rus çaynikim. Onun nə qədər yanırdı, bütün qapqarı olurdu, yaddan çıxırdı uşaqlar. Üstündə qoyurdu, yanırdı. Sürtürdüm, 1 qram kraskası tökülmürdü də. Amma o da ki tez-tez yandırırlar. Çünki yadlarından çıxırdı, səs çıxardanı yox idi. Belə görürsünüz, görünüşü gözəldir, qəşəngdir, amma heyf ki səsi zəif gəlir. Amma digər bu çaynik üçün ürəyim gedirdi. Heyf ki xarab oldu. Hətta üstü görürsünüz necə gedir kraskası. Amma məcburan hələ ki yenə də bir müddət bunu işlədəcəm. Çünki bu üstünə inanmıram ki səsini eşitsinlər. Çünki çox zəif gəlir həqiqətən də. Elə qızlar. Nə vaxt axırı inşallah istədiyim çayniki bir tapacağam yəqin ki. Əslində yəni baldızın birini alıb çox gözəldir. Belə necə deyirlər, nirjaveka nikel üstü mat olan deyəsən Germaniyandır. Səhvləmirəmsə bu neydi? Mağazanın adını unuttum. Hə, Omid mağazasından almışdı, çox baha almışdı. Yəqin ki gedib məcburən oradan alacağım mən də, baha da olsa. Ki dayı hər dəfə bu qədər çayniklərə pul verməkdənsə bir dəfə normalını alın, bir dəfəlik yaxşısını istifadə edin. Yəni bunu deməyimdə də səbəb ona görədir ki, siz də alanda belə şeylərə fikir verəsiniz. Qəfədən, yəni çaynik alınanda belə şeyləri nəzərə alın ki, bəzi çayniklər var ki, görünüşü çox gözəldir, amma bir müddət sonra işlədəndən sonra ya kraskası tökür, ya nəsə bir problem çıxır. Siz də mənim kimi alandan sonra peşman olmayasınız. Belə qızlar. Bir də bu zibil qabıdan danışmaq istəyirəm. Bayaq dediyim kimi gözəl qızım demişdi ki, nəsə kullanışlı görsənmir. Ona cavab olaraq demək istəyirəm. Əksinə görürsüz, bəzi zibil qablar var ki,
Onu belə paket keçirdəndə, zibil torbası keçirdəndə kənardan çox belə xoş görüntü görsənmir də. Amma bunu görsüz belə paketi qoyandan sonra üst qapağı örtür. O paket içəridə gizlənir də. Ona görə də çox rahat olur. Həm də ki bu arada bu nakleykasında belə üstündə kağızı var. Yapışqanın üstündə kağız var. Onu soyub yapışdırmaq mümkündür üstünə. Yəni istəsəz onu ona görə ayrı qoyublar ki, istəyən yapışdırar, istəməyən yapışdırmasın. Mən nəsə elə dedim elə orada limon ağacıma yaraşdı, rəngi uyğun gəldi deyə yapışdırdım ki, yan-yana ikisi yaxşı görsənər. Belə pis də görsənmədi. Deməyim odur ki, qızlar, mən bu bəlkə də balaca olduğuna görə deyirdi ki, kullanışlı deyil. Balaca olmağın özüm xüsusilə onu yəni seçdim ki, balaca olsun. Çünki bu moykanın içində nəsə qab falan yuyanda balaca bir nəsə zibil çıxanda mən əlimdə aparıram o böyük zibil qabını atmaq üçün. Məndə də zibil qabı biraz aralı qoymuşam. Yaxınlıqda, yəni elə bir yer yoxdur deyə girişdə ayaq soyunulanda girişdə qoymuşam. Ona görə get-gəl mənə çətin olur. Amma belə əlimin altında olanda, məsələn, görürsünüz 2 dənə balaca belə zibil çıxdı, açdın, atdın, ağzını bağladın. Belə deməyim odur ki, yəni balaca xırda zibillər üçün ora qoymuşam da. Mənə görə kullanışlı gəldi, deyərdim. Yəni indi bəlkə də kənardan elə görsən ki, rahat zibil qabı deyil, amma çox rahatdır. Əsas üstünlüyü ona görə çox bəyəndim ki, dediyim kimi paket görsənmir. Daha sonra ağzı qapaqlı olmağı xoşuma gəldi. Üçüncüsü estetik görünüşü çox gözəldir. Yəni pis deyil, bəyəndim mən. Belə qızlar, aldığım əşyalardan razı qalıb qalmamağımı istədim sizə çatdırım. Dediyim kimi çaynik bir o qədər razı qalmadım. Dəm çaynikdə razı qalmadım, amma yenə də işlədəcəm. Niyə görə ki, mütləq deyil ki, mən o içində o süzən setkasını qoyum, elə çıxardıb elə normal digər çayniklər kimi dəm atıb içinə elə dəmləyəcəm məcburən. Amma bu çaynik məni təmiz hətta kaşki elə açan kimi korobkasını atmışdım deyə, əzib atdım deyə. Bəlkə də atmasaydım geri qaytarma edərdim bu çayniki. Neyse qaldı o da yenə də evdə yer tutacaq. İndi çox güman ki, mütləq gedib mən hardansa ya Trendyoldan sifariş edərəm və yaxud ki, elə Bakıda mağazaların birindən gedib yaxşısını tapıb alaram. Amma bu dəfə 100% ki, diqqət edəcəm. Yaxşı çaynik olsun, daha doğrusu çaydan olsun. Çaynik mən rus dilində, çaynik dilimdə qalıb elə deyirəm, həmişə elə qəfədana dəm çaynikinə də çaynik deyirəm, ona da çaynik deyirəm. Neysə ki, belə qızlar, elə dedim təzə dəm çaynikimdə də bir çay dəmliyim. Yoxlayım necədir. O da ki, elə indi görəcəksiniz. O da bir problem. Neysə bu dəfəki alışverişimdən tam da razı qalmadım. Amma yenə də istəmirəm sizi ağladım. Məhsul nömrələrini qoyuram. Görürsünüz belə çətinliklə doldurmaq olur da. Zəif süzür bir sözlə dəmi içinə. Aldığım məhsulları belə məhsul nömrələrini qoysam da işə yararlı olub olmadığını, istifadə qaydasını çalışıram sizə çatdırım ki, yəni tərəddüd etməyəsiz alıb almamaqda. Məsələn, gördünüz mü, yəni həm mənfilərini deyirəm, həm müsbətlərini deyirəm ki, alıb almamaqda qərarsız olmayasınız. Yəni bilirəm ki, mən paylaşdığım bu kodlarla bir çox izləyicilər var ki, onlar da sifariş verir, baxırlar məndə, bəyənirlərsə, yaxşıdırsa, yəni ona görə də çalışıram ki, düzgün çatdırım. Yaxşıdırsa yaxşıya yaxşı, pisə pis deyirəm ki, onlar da yanılmasınlar. Belə mətbəximi də tərtəmiz elədim. Əslində elə təmiz idi mətbəxim, elə biraz yüngülvari işim var idi. Turşu falan hazırladım deyə biraz qablarım çıxmışdı. Onları yudum, sissiz.
Daha sonra biraz xırda-para işlərim var idi, onları da etdim. Yəni bu ev təmizliyi, hər gün olan gündəlik o rutina olan elə işləri çalışıram çəkib sizi yormayım. Çünki birincisi nə maraq var deyə düşünürəm. Paylaşıram düzdür, hərdən paylaşıram, amma yəni tez-tez paylaşmıram, amma normal olaraq hamı kimi mən də hər səhər durub ilk olaraq ev təmizliyimi edirəm. Həm də yəni düzü nə yalan deyim, səhər duranda elə duran kimi işə başlayıram. Yəni kamera açmaq, kamera ilə iş görmək heç həvəsində olmuram. Mənə elə bil ki, təb günortadan sonra gəlir. Yəni bu video çəkməkdədir. Ona görə də elə çox vaxt günortadan sonra başlayıram. Bəzən olur ki, hə, tezdən elə enerji mənə gəlir ki, dur, işlərimi görə bir vlog da başlat. Onda hə, maraqlı, daha çox çəkməli, yəni kontent çox olur. Amma bəzən də tənbəllik edirəm. Ümumiyyətcə məndə belə olur. Bir də görürsüz ki, həvəslə ard-arda videoları çəkirəm, ard-arda montaj da eləyirəm. Bir də görürsüz ki, həvəsdən düşürəm. Ən çox da onda həvəsdən düşürəm ki, baxıram ki, baxış sayıları aşağı düşür, bəyəni aşağı düşür. Onda tamam motivasiyam düşür aşağı. Yəni bu video çəkmək həvəsi tamamilə itir məndə. Amma yenə də deyirəm ki, yəni özümə deyirəm ki, çox da həvəsdən düşmə Sevinç. Səni həvəslə, vloqları həvəslə gözləyənlər də var. Onların gözlərini yolda qoyma, intizarda saxlama. Yəni necəsə axırı həvəsdən düşmüş də olsam, bir tər necəsə montaj edib videolarımı, yəni videolarımı çəkib montaj edib təqdim edirəm. Bu aralarda biraz ara verdim. Buna görə də kim intizarda saxladımsa üzr istəyirəm. Çünki biraz başımızda qarışıq idi. Bu arada turşularımı da doldurdum bankalara. Artıq suyunu buraxmışdı. Yığdım banka, üstünə də sirkəli su, yarı sirkə, yarı su qarışdırdım. Duz əlavə edib doldurdum. Qoydum çölə ki, tutsun özünü. Hə, elə qızlar. Yəni ki, həvəsdən düşməməyim üçün sizin dəstəyinizə ehtiyacım var. Bu arada burada artıq işlərimi bitirmişəm və yollanırıq. Səhv eləmirəmsə Qızılqumda yerləşir. Qızılqumda yerləşən bir restorana gedirik burada. Ailəvi restorandır. Adı da Mirakel'dir, səhv etmirəmsə. Təklif yoldaşımdan gəldi. Mənə də təklif elədi. Qonşularımıza da təklif elədi ki, yəni keçən bir vlogların birində görmüşdünüz. Bir dəfə qonşularımız qonaq etmişdi bizi. Bu dəfə də yoldaşım dedi ki, qonaq edirəm sizi, gedəyin, dincələyin və burada da gedirik Mirakel'a, yəni Qızılqumda. Burada da gedəndə belə bir tıxac yaranmışdı. Biz də elə bildik ki, neysə, yolda yenə təmir işləri gedir, ondan dolayıdır bu tıxac. Sən demə, yolda qəza baş veribmiş, avariya olubmuş. Elə mən də vlog çəkə gedirəm. Həmən o qəza anı da kadrıma, anı yox, yəni maşının o qəza olmuş vəziyyəti də kadrıma düşüb. Burada indi görəcəksiniz. Görürsünüz, Allah göstərməsin. Allah ümumiyyətcə bütün bu sürücülərin Allah köməyində olsun. Dəhşətli idi. Elə bu tıxacı da bir tər atladıq, keçdik. Yəni həqiqətən də fikrim qalmışdı orada ki, görən necə oldu, xəsarət alan oldu mu, olmadı mı? Bir neçə saat elə fikrimdən çıxmadı. Allah köməkləri olsun. Belə qızlar, nəhayət ki, gəlib çıxdıq restorana. Bu restorana əvvəllər çox tez-tez gələrdik, amma son 1-2 il olar ki, yəni çoxdan da gəlmirdi. Yəni uzun aradan sonra yenə gəldik. Yəni yoldaşım gəlirdi, dostlarla, tanışlarla, mən gəlmirdim deməyim odur. Yəni çox dizaynı, həm belə yəni əyləncəli, həm maraqlı, çox gözəl yerdir. Bilməm, burada olanlarınız varmı? Kimsə olubsa burada yazsın. Çox bəyənirəm buranı əslində. Həm canlı musiqi olur, həm yəni axşamı çox gözəl olur buranın. Maraqlı, şən keçir. Sadəcə olaraq bir şey xoşuma gəlmədi. Onda yəni təzəlikcə ediblər elə.
Ortada hovuz var, indi hansı ki görəcəksiniz. Həmən hovuzdan sadəcə olaraq belə gözəllik kimi, yəni ortalıqda yəni gözəllik verirdi. Amma indi isə həmən hovuzdan artıq hovuz kimi istifadə olunur, yəni günorta saatlarında. Çünki bu restoranın özündə kotteclər də var. Orada qalan, kottecdə qalanlar bu hovuzdan istifadə edir günorta saatlarında. Təbii ki, axşam saatlarında olmur, yığışdırılır. Amma günorta saatlarında gedilsə, ətrafı dolu, yəni hovuzdan istifadə edənləri görmək mümkündür də. Burada da görürsüz, lejankalar falan. Yəni bilir, bu görüntü xoş gəlmədi mənə. Çünki belə düşünürəm ki, bura getsək ancaq belə axşam saatlarında gərək gedək. Biz də artıq gedəndə o hovuzun saatı bitirdi də, bitmə vaxtına gəlib çıxmışdıq. Və belə əslində çox mədəni, ailəvi belə getməli yerdir. Sadəcə olaraq bu kottecdəki qalanlar buradan hovuzdan istifadə etməsəydi daha yaxşı olardı. Yaxşı olardı deyəndə əslində yəni ki, bu restoran normaldır da, indi restorandır, hovuzudur, bütün akvaparklarda falan gedirsən, istirahət edirsən, normaldır. Sadəcə olaraq bu restoranın belə halını görməmişəm deyə mənə belə qəribə gəldi. Yəni ailəvi, mədəni istirahət yeri olduğu üçün bəlkə də mənə ona görə xoş gəlmədi mənə. Amma nəysə ki, belə hər şey yaxşı idi, yeməklər də çox dadlı idi. Belə istirahət etmək üçün əsl mənzərəli, maraqlı bir yerdir. Belə qızlar, nəysə ki, gəldik, oturduq, dincəldik, yeməyimizi yedik, üstündən bir samavar çayı da içdik. Hətta bunu biraz belə oradan kadr shortslar da paylaşmışdım. Siz təsəvvürlüyün nə vaxt olub getmişik də bura. Dediyim kimi paylaşdığım vloqlarım mənim həmişə gecikir. Ona görə də bu vloq da gecikmiş vloqdur. Avqust aylarının sonlarında çəkdiyim vloqdur. Bayaq da dediyim kimi həm biraz baş qarışıq oldu. İnşallah yəni baldızımın oğlunun xeyir işinə hazırlaşır. Ona görə nə vlog montajlamağa, nə də vlog çəkməyə vaxtım olmurdu. Həm də dediyim kimi biraz çox motivasiyam çox düşüb. Bu baxış sayılarına görə bu kanalın dərdi nədir? Niyə belə olur bilmirəm. İnşallah ki, yəqin ki düzələr. Belə qızlar, bilmirəm, yəqin ki, çox güman ki nəsə problem var kanalımda ki, mənim videolarım kəşfiyyata düşmür. Düşünmürəm ki, mənim videolarım, yəni başqa digərlərinə də baxıram. Hər kəsin Allah canı sağ eləsin, Allah hər kəsin ruzusunu bol eləsin, Allah yetirsin, hər kəsə bol-bol qazanc, bol-bol baxış sayı, bol-bol bəyəni, hər bir şeydə dəstək, hər kəsdən hər kəs bol dəstək görsün inşallah. İçində də mən belə düşünürəm ki, mənim kanalım sadəcə olaraq yəqin ki, nəsə problem var kanalımda, ona görə də kəşfiyyata düşmür, ona görə də baxışlarım çox zəifdir. Amma siz də dəstəyinizi əsirgəməyin, dəstək olun ki, görək nə olur bu kanalın axırı. Doğrudan da bu motivasiya insan həyatında böyük rol oynayır. Ümumiyyətlə elə həyatda da, istər həyatda da, istər belə adi, məsələn mən vlog çəkirəm. Motivasiya görəndə çox həvəslə yanaşıram vlog çəkməyə, yəni video paylaşmağa, amma belə zəif olanda, dəstək görməyəndə mən də tamamilə həvəsdən düşürəm. Yəni çalışıram, belə də düşünürəm ki, heç də mənim videolarım keyfiyyətsiz deyil, heç də videolarım başqa digər çəkən videolardan zəif deyil. Allah hər kəsin dediyim kimi kömək olsun, Allah hər kəsə bol qazanc, bol ruzi bərəkət, bol baxış sayı yetirsin. Amma mənə də, yəni əziyyətimə də dəyər versəniz çox sevinərəm. Çünki mən yəni bir vlogu ərsəyə gətirmək üçün həqiqətən də çox əziyyət çəkirəm. Yəni bir şeyin üstündə dayanıb, bütün vlogumu, bütün videomu o şeyin üstündə doldurmuram da, o şeylə doldurmuram. Fərqli yerlərdən, fərqli yəni kadrlar çəkirəm. Yəni vlogum çalışıram ki, dolu olsun, rəngarəng olsun. Həm faydalı olsun, həm maraqlı olsun, yəni izləməyə.
oturub bir yerdən sizə bir vlog çəkmirəm ki. Çalışıram ki, hər yerdən maraqlı, izləməli bir şey olsun. Mən bu əziyyətin də qarşılığını gözləyirəm, amma təəssüf ki, görmürəm. Görmürəm deyəndə biraz bu dəstək olanların haqqına da girmiş oluram. Əslində elə izləyicilərim var ki, həqiqətən də çox böyük dəstək olurlar. Həm necə deyim, rəylərdə, həm belə ümumiyyətcə dəstəklərini hiss etdirirlər də mənə. Həmən izləyicilərimi, həmən bacılarımı buradan bərk-bərk öpürəm, qucaqlayıram. Çox sağ ol deyirəm hər birinizə. Və bəzi bacılarım da var ki, izləyicilər də var ki, rəy bildirmədən, şərh bildirmədən də yəni videonu, vlogu bəyənirlər. Onlara da hər birinə təşəkkürümü bildirirəm. Amma ki, bir neçə min sayın qarşısında izləmə sayı normal olsa da, bəyəni sayı azdır. Məsələn, yorum da az gəlir. Hansı ki, həmən bu amillər, bu hər biri videonun kəşfiyyata düşməyinin ehtimalını çoxaldır. Ona görə də hər dəfə deyib bezdirirəm sizi də ki, yəni nəyə görə bezdirirəm? Etsəz də sağ olun, etməsəniz də çox sağ olun hər biriniz. Yəni izləyirsinizsə elə böyük dəstəkdir mənə. Çox sağ olun. Sadəcə olaraq həqiqətən də yəni həvəsdən düşməmək üçün deyirəm ki, videolarımı davamlı çəkim, sizə paylaşım. Yəni istəyim budur sadəcə olaraq. Hər bir yəni vlog çəkən xanımlar bunu istəyir də sizdən. Mən də həmçinin. Yenə də deyirəm, dəstək olsanız da sağ olun, olmasanız da. Belə qızlar, nəsə çox danışdım, sizi də yordum, bezdirdim yəqin bu söhbətimlə. Belə yeməyimizi yedik. Daha sonra çıxdıq biraz məkanın gəzdik. Elə orada da mən də gül həvəskarı olan birisi, gül görən kimi özümü saxlaya bilmədim, diqqətlə baxırdım. Elə orada astaca deyəndə ki, bu güldən istəyərdim. Arxada deyəsən administrator idi, eşitdi. Sağ olsun, gəldi özü qırdı, verdi. Hansı ki, məndə yoxdur o güllərdən, bitkilərdən daha doğrusu. Mən də gətirdim, qoydum evdə, kökləndi. Artıq bastırmışam. Vlogların birində çəkib göstərəcəm sizə. Elə qızlar, neysə ki, biraz məkanı gəzincəyə qədər gələndə gördük artıq çayımız da gəlib. Elə oturduq, çayımızı da içdik, biraz söhbət elədik. Daha sonra elə axşama doğru qayıtdıq evimizə. Elə bu məqamda, yəni çay içəndə bir şörsel vaxt paylaşmışdım, yadınızdadırsa. Çayımızı da içdik. Yəni çayı sadə sifariş etmişdik. Çünki məndə bir xasiyyət var. Evdən həmişə şirniyyat atıram sumkama, əgər harasa gediriksə. Deyirəm ki, olsun da, yəni orada şirniyyat, çayla içmək, şirniyyat deyirəm ki, sifariş etməyin də, çantamda var. Çıxardıram, elə öz şirniyyatlarımızla içirik. Çünki bilirsiniz, 2 dənə şirniyyat qoyurlar, xeyli qiymət oxuyurlar. Ona görə həm çatmır, porsiyası az olur, həm də ki, qiymətdə çoxu çıxır. Ona görə də israfı sevməyən birisi kimi həmişə çantamda şirniyyatımı aparıram özümlə. Təbii ki, bəzi məkanlar var ki, özünlə nəsə icazə vermirlər gətirməyə. Yəni elə yerlərə aparmıram təbii ki. Amma burada elə özümlə götürmüşdüm, öz şirniyyatımızla içdik çayımızı da. Biraz musiqi də dinlədik, söhbət elədik. Artıq axşam düşür, yollanırıq evə. Şit dolu değil mi? Abi sen bak hele, sola bak. Ah nece serindi bura. Çok beşeydi. Bilmirəm,
Sadəcə bir dənəsi qabaqda var, şöbqə. Bax Bilmirəm, onları gələcəkdə əjdahadır, nədir, deyə o bilmirəm. evdə mütəsidir. Və beləcə qızlar, gözəl bir günün sonuna gəlib çatdıq. Eləcə də vlogun sonuna yaxınlaşırıq. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır artıq. Videonun sona qədər səbirlə, təmkinlə izləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Düzdür, arada biraz negativ enerji ötürdümsə buna görə ayrıca üzr istəyirəm. Amma yəni ki, bunu da deməkdə məcburam. Çünki artıq həqiqətən də özünüz də görürsünüz, çox həvəsdən düşmüşəm video vlog çəkməyi. Dəstək çox önəmlidir. Bunu da məcburam sizə təkrar deməyə. Və ümid edirəm ki, məni sevən, məni izləyən, davamlı olaraq videolarımı görmək istəyən hər kəs bu vloqumdan mənə dəstək olmağa başlayacaqlar. Elə mən də öncədən hər birinizə təşəkkür bildirmək istəyirəm. Və inşallah ki, növbəti vloqda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Öpürəm hər birinizi. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.